Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Xalq artisti Röya Ayxan 25 illik səhnə yubileyində Nalə Mirməmmədlinin mahnısını ifa edib. Müğənni Röya Ayxan səhnə fəaliyyətinin 25 illik yubileyinə həsr olunan konsert proqramında Nalə Mirməmmədlinin həyat yoldaşını itirdiyi gün yazdığı mahnını ifa edib. Emosional ifa tamaşaçılar tərəfindən böyük alqışla qarşılanır. Bu 25 ildə mənim yanımda olan, hətta incidən belə hər kəsə təşəkkür edirəm. Çünki məni böyütdünüz, sıxa-sıxa, belə itəliyə-itəliyə, durquza-durquza, sevərək, əzizləyərək, bəzən də danlayaraq. Bu günləri yaşadığım üçün çox şükürlər edirəm. Ona görə də uzağa getmədən bugün Mirməmmədlilərdən bir şey oxumasam olmaz. Bu mahnı özdə mənim üçün başqa bir tarix daşıyır. Küskünlüyümü, yenə də onu ömürlük itirməyini burada qeyd etmir. Bir dənə sözlərə fikir versəz, sadəcə olaraq sevgili kimi ondan küsür. Talih səni verdi mənə, alacağım heç bilməzdim. Bilsəydim ki vəfan budur, o ilk görüşüm gəlməzdi.